Salam hörmətli izləyicilər, biz bugün dünyanın siyasi xəritəsinə baxsaq, çox maraqlı dövlətlər görərik. Yan-yana olan vaxtilə eyni bir dövlət olmuş, amma sonradan müəyyən səbəblərdən ikiyə ayrılmış dövlətləri görmüş olarıq. Belə dövlətlərdən biri də biz əgər Afrika xəritəsinə baxsaq, Sudan və Cənubi Sudanı görmüş olarıq. Vaxtilə birlikdə bunlar Sudan adlı dövləti təmsil edirdilər. Afrikanın ən böyük dövləti idi. Lakin 1956-cı ildən sonra deməli Böyük Britaniyadan müstəqillik əldə etdikdən sonra artıq bu dövlət parçalanmışdı. Yəni müstəqillik əldə edəndə artıq iki yerə bölünmüşdü: Sudan və Cənubi Sudan. Böyük Britaniyanın burada hakimiyyəti illərində Böyük Britaniyalılar əsasən sərmayəni şimal hissəyə yatırmışlar. Şimal hissədə ərəblər və müsəlmanlar, cənubda isə afrikalılar və xristianlar yaşayırdı. Yəni Böyük Britaniyalılarda əsas deməli şəraiti şimalda qurmuşlar. Məktəblər, şəhərlər, yollar, infrastruktur demək olar ki, cənuba nisbətən çox yaxşı vəziyyətdə idi. Lakin uzun müddət davam edən vətəndaş müharibəsi nəticəsində bu iki dövlət heç vaxt birləşə bilmədilər. Bir-birinə qarşı mübarizə aparmağa başladılar. Nəhayət 2005-ci ildə bir sülh müqaviləsi onların üzünə bir qapı açdı ki, onlar birləşsinlər, lakin müstəqillik gələndə birləşmə olmadı. Və beləliklə də 2011-ci ildə keçirilən səsvermə nəticəsində Cənubi Sudan əhalisinin 98%-i Sudanın, yəni Cənubi Sudanın müstəqilliyinə səs verdi və beləliklə də birləşmə deməli baş tutmadı və Cənubi Sudan dünyanın siyasi xəritəsində yeni bir dövlət kimi yarandı. Lakin çox keçmədən hər iki dövlətin daxilində vətəndaş müharibəsi başladı. Hər iki dövlətin iqtisadiyyatı dağıldı. Milyonlarla insan qaçqın düşdü. Deməli bunların birləşməsi də alınmadı. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.